Avqustun 7-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbər şurasının üzvlərinin iclası keçirilib. İclasda Prezident İlham Əliyevin 6 avqust 2020-ci il tarixdə koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə dövlət şirkətləri, o cümlədən SOCAR barədə səsləndirdiyi fikirlərdən irəli gələn məsələlər müzakirə olunub. SOCAR-dan bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi və dəstəyi ilə son 15 ildə SOCAR lokal milli şirkətdən beynəlxalq şirkətə çevrilib. Qlobal və regional əhəmiyyətli bir çox mega layihələri həyata keçirməyə nail olub. Hazırki dövrdə inzibati iqtisadiyyat modelindən tam uzaqlaşmağın və korporativ idarəetmə sistemini təkmilləşdirməyin əhəmiyyəti vurğulanıb. Hələ bir müddət əvvəl SOCAR 2035-ci ilə qədər olan dövrə əhatə edən yeni strategiyanı McKinsey şirkəti ilə birlikdə hazırlamağa başlayıb və yaxın zamanda hökumətə təqdim etməyi planlaşdırır. Strategiyanın əsas prinsipləri şirkətin dayanıqlı inkişafı, təkmilləşmiş effektiv idarəetmə sisteminin tətbiqi, sosial və ekoloji məsuliyyətin təmin olunması, ölkəmizin yanacaq enerji tələbatının ehtiyaclarının dəyərləndirilməsi və şirkətin gəlirlərinin təmin olunması ilə yanaşı borcların idarə olunmasıdır. Bunun üçün idarəetmə modelinin bütövlükdə təkmilləşdirilməsi, funksional idarəetməni mərkəzləşdirməklə yanaşı, əməliyyatların çevikliyinə nail olunması, ən əsası da bürokratik proseslərin sadələşdirilməsi mütləq şərtdir. SOCAR artıq bir müddətdir ki, bu istiqamətdə irəliləyir və indi dövlət başçısının haqlı iradlarını əsas götürərək atdığı addımları daha da sürətləndirmək əzmindədir, deyə şirkətdən bildirilib.